Texniki analizi bilməyən bazarı anlamaz. Bazarı bilməyən ömür boyu manipulyasiyanın qurbanı olacaq. Texniki analizi bilməyən hər bir treyderin açdığı əməliyyat təsadüfidir və ona görə də qazandığı pullar da bəzi uğurlu olan əməliyyatlardır. Bunlar hamısı təsadüfidir. Gecə tezi var, hamısını sıfırladacaqlar. Borc götürürlər, kredit götürürlər, başqa yerdə zəhmət çəkirlər, qazandıqları pulları gətirib atırlar birjaya, nəticədə də hamısını sıfırladırlar. Ömürlərindən gedir, sağlamlıqlarından gedir, pulu gedir, yəni cibləri boşalır, hər daim də yəni pis vəziyyətdə qalırlar. Bu işi ciddi qəbul eləmək lazımdır. Bu ciddi bir peşədir, çətin bir peşədir. Bəli, qazanmaq olur, rahat qazana bilərsiniz. Amma bunu dərindən öyrənin ki, sizə qazanmaq rahat olsun. Əməliyyat açanda rahat ola biləsiniz. Qiymətin hara qədər gedəcəyini bilmək lazımdır ki, hissə-hissə o profitləri götürə biləsiniz. Və yaxud əməliyyat açanda hara stop qoyacağınızı da bilməlisiniz. Çünki qiymət sizin əksinə gedəndə siz pulu artıra, yəni davam edirsiniz, qiymət də düşməyə davam edir. Nəticədə də balansınızın böyük bir əksər hissəsi belə deyək, sıfırlanır, yəni itir. Ona görə bu işi ciddi qəbul edin. Bu işin hər bir tərəfini öyrənin ki, əməliyyat açanda narahat olmayasınız. Bazarın nə etdiyini anlamaq lazımdır. İri iştirakçının harda manipulyasiya edəcəyini anlamaq lazımdır. Əksəriyyəti orada, burada, bütün sosial şəbəkələrdə var, bahalı maşınlar, nə bilim, bahalı həyat tərzi, otellər, istirahətlər. Bunları görüb aldanıb inanırlar, gəlirlər və nəticədə də heç nə əldə eləyə bilmirlər. Yəni, anlamaq lazımdır ki, siz hər gün, yəni əgər treyderliyinə, yəni tradinglə məşğulsunuzsa, hər gün bir iş yerinə gəlirsiniz. Burada bir qayda qanun olmalıdır, onlara riayət eləmək lazımdır. Qazananda da, zərər edəndə də. Heç bir məlumatlara inanmayın, xəbərlərə inanmayın. Xəbərlərlə əməliyyat açan trader sonunda yenə də itirir. İndikatorlarla əməliyyat açan trader sonunda yenə də itirir. Siz düşündüyünüz kimi asan deyil. Asan o zaman ola bilər ki, siz bu işi dərindən öyrənirsiniz. Yəni öyrənmədən heyf eləməyin, canınızı da, pulunuzu da, vaxtınızı da uzaqlaşın bu işdən. Texniki analizi bilməyən bazarı anlamaz. Bazarı bilməyən ömür boyu manipulyasiyanın qurbanı olacaq. Texniki analizi bilməyən hər bir treyderin açdığı əməliyyat təsadüfidir və ona görə də qazandığı pullar da bəzi uğurlu olan əməliyyatlardır. Bunlar hamısı təsadüfidir. Gecə tezi var, hamısını sıfırladacaqlar. Borc götürürlər, kredit götürürlər, başqa yerdə zəhmət çəkirlər, qazandıqları pulları gətirib atırlar birjaya, nəticədə də hamısını sıfırladırlar. Ömürlərindən gedir, sağlamlıqlarından gedir, pulu gedir, yəni cibləri boşalır, hər daim də yəni pis vəziyyətdə qalırlar. Bu işi ciddi qəbul eləmək lazımdır. Bu ciddi bir peşədir, çətin bir peşədir. Bəli, qazanmaq olur, rahat qazana bilərsiniz. Amma bunu dərindən öyrənin ki,